Və istifadə etdiyim bir başqa məhsul haqqında məlumat vermək istəyirəm. Qaraciyər ultra müdafiəsi qaraciyəri qorumaq üçün, qaraciyər hüceyrələrini yeniləmək üçün nəzərdə tutulmuş bir məhsuldur. Bu məhsulun özəlliyi ondan ibarətdir ki, qanqal deyilən, el arasında qanqal deyilən bir bitkidən hazırlanıb. Bu bitkinin tərkibində silmarin deyilən bir maddə var. Bu maddə təxminən 200-ə yaxın maddənin tərkibində 200-ə yaxın bio komponentlər var. Bunlardan həm sink, belə mikroelementlərdən sink, selen, doymamış yağ turşuları, bəzi amin turşuları var ki, bunlar da hüceyrələrin yenilənməsinə səbəb olan bir maddələrdir. Eləcə də qanqal bitkisi qaraciyər, mədə-bağırsaq, ürək-damar sistemi patologiyasında, burun, boğaz, daha sonra ginekoloji problemlərdə istifadə olunur. Yəni ən çox qaraciyəri qorumaq üçün, hüceyrə yenilənməsi üçün nəzərdə tutulub. Eləcə də orqanizmanı şlaklardan təmizləyir, mədə sistemini yaxşılaşdırır, həzm sistemini daha doğrusu, maddələr mübadiləsinin profilaktikasında istifadə olunur. Ginekoloji problemlərdə, qaraciyərə yüklənmələrdə ən çox və artıq çəkidə, gemoroy problemlərində, yəni helmint qurd xəstəlikləri, lamblioz xəstəlikləri, laktasiya zamanı süd artırmaq üçün, psoriaz xəstəliyində, yəni unikal bir məhsuldur və ən çox da son zamanlar qaraciyər yüklənmələri kimyəvi preparatlardan olduğuna görə bu məhsul qaraciyəri artıq şlaklardan zədələnmiş qaraciyəri çox asanlıqla təmizləyir. Bu biri özüm üçün nəzərdə tutub almışam və biri də qardaşım üçün bu yaxında kimyəvi dərmanlardan çox istifadə etdiyinə görə, qaraciyərdə naqruzka olduğuna görə, yüklənmələr olduğuna görə, ona görə istifadə edirik və sizlərə də tövsiyə edirik.